Salam, hər vaxtınız xeyir. 17 nömrəli sınağın izahına baxaq. Deməli, 7-ci sualdan başlayırıq. 7-ci sual qayda ilə bağlıdır. Government, hökumət sözü olur Z artiklı ilə həmişə. Poor ilə homeless isə sifətdir və bunlar isimləşərkən Z artiklı qəbul edir. Yəni, kasıblar və evsizlər. Ona görə cavab olur B bəndi. 8-ci sualda a lot of-dan sonra sayıla bilməyən isim gələ bilər deyə doğrudur. Saçdan sonra sadəcə yeganə işlənə bilən kəmiyyət bildirən söz a lot of-dur, meni işlənməz. Belə ifadələrdə birinciyə və sonuncuya baxırıq. A few cəmdədir, özündən sonra cəm isim istəyir, people da gələ bilər deyə doğrudur. Much özündən sonra sayılmayan istəməlidir, amma burada cəmlənib deyə olmaz. A lot of-dan sonra cəm isim gələ bilər deyə bu da olar. Cavab olur 1, 3, 5. Sonra 9-cu sualda boşluqdan sonra isim gəlib, boşluq ümumiyyətlə iç azə, van ənazə qaydasında onlar nə cəmləmirlər, nə özlərindən sonra isim qəbul etmirlər. O halda özlərindən sonra isim qəbul edirlər ki, onlar yəlik halda olsun, yəni apostrof S ilə işlənsin. Ona görə cavab olur B bəndi. C ona görə olmaz ki, bayaq da qeyd etdim, yəni ki, ona heç vaxt S bitişə bilməz. Sonra 10-cu sualda deməli, unable to use part of your body. Deməli, bədənin hansısa bir hissəsini hərəkətə gətirə bilməmə. Yəni, disabled, əlil deməkdir. 2 olacaq A. Sonra digər variantlara da baxaq. Deməli, insanların yaşadığı yerdən uzaqda olmaq. Bu, remote sözü olar B bəndi. Deməli, 1-ə B, 2-yə A bəndi olacaq cavabımız C. Sonra 11-ci sualda 11-ci suala baxaq. Deməli, 11-ci sualda mürəkkəb tamamlıq qaydasıdır. Əgər birinci tərəfə make feilini versək, özündən sonra sadə feil gəlməlidir. Sadəcə burada yanlışlıq odur ki, teacher üçüncü şəxs ola bilər. Yəni, ya he ola bilər, ya da she ola bilər. Bu zaman gələ make-in sonunda S olaydı. Ona görə yanlışdır. Want da eyni qaydada gərək sonunda S olaydı. Notice də eyni qaydada, tell da eyni qaydada. Amma made keçmiş zamandadır və keçmiş zamanda olanda biz feili şəxsə görə dəyişmirdik. Ona görə made birinci qrup feilidir və özündən sonra sadə feil gəlib cavab olur C bəndi. Sonra 12-ci sualda very adi dərəcənin göstəricisidir. Ona görə birinci tərəfə B bəndinə çıxdıq. Gəldik ikinci tərəfə. İkinci tərəfdə isə burada zən bağlayıcısı var. Zən olan yerdə müqayisə dərəcəsi götürürük. Yəni, A və D arasında qalıq. Amma strong təkcəl söz olduğuna görə biz ona more artıra bilmirik. Gərək R artıraq. Cavab olur A bəndi. Sonra 13-cü sualda 13-cü sualda bizdən məchul növdə olan cümləni istəyir. Məchul növdə quruluş has var, özündən sonra been var və P2 ed varsa, yəni participle to ed varsa, biz bunu doğru variant kimi götürürük. Sonra cümlənin əgər sonu sifətlə bitibsə, belə cümlə məchulda sayılmırdı. 3-də has var, been var, amma özündən sonra feil gəlmədiyi üçün yanlışdır. Amma 4-də isə doğrudur. To be gəlib, to be-dən sonra eddi feil gəlib, doğrudur. Cavab olur 1-4, yəni D bəndi. Sonra 14-cü sualda çox insanlar səhər yeməyində tərəvə salatı yeməyə xoşlayırlar. Halbuki digərləri like it for dinner, nahar vaxtı yeməyə xoşlayırlar. Biri olacaq 2, bir də olacaq 3. Cavab yox, 2, 3 olmayacaq bircə dəqiqə. 2, 4 olacaq. Çünki bir də 4-ü qoysaq, yəni bat olsa, çox insanlar tərəvə salatı yeməyə xoşlayırlar səhər yeməyində, amma digərləri batı qoysaq, amma 2 də however-ni qoysaq, halbuki digərləri nahar üçün xoşlayırlar. Bunu cavab olur 2, 4, yəni C bəndi. 15-ci sualda make-up sentence-də cümlə qurma. Deməli, birinci zeri-zera tipli cümlədirsə, elə 2 ilə başlayarıq. Deməli, 2, zera, no physical reasons to start smoking. Deyir, heç bir fiziki bir səbəb yoxdur siqaret çəkməyə başlamaq üçün. Cavab olur 2, 4, 1, B bəndi. Sonra 16-cı sual.
cavab olacaq burada. Depend ondan işlənir. Doğrudur. NT-də heç bir sözünü qəbul eləmir. Cavab olur 3-4, yəni A bəndi. 17-ci sualda when bağlayıcısı bağlayıcının yanında ya sadə indiki zaman ya sadə keçmiş zaman götürürdük. Əmizar, voz və ing olmaz. Will, shall olmaz. Have, has, payched olmaz. Sonra da zaman uyğunluğuna baxırıq. A-da comes indiki waited keçmiş zaman uzlaşması pozulub. Y-də came keçmiş, have indiki bitmiş olmur. Qalır B bəndi keçmişlə, keçmiş davam edici. Sonra 18-ci suala baxaq. 18-ci sualda deməli mübtəda xəbər uzlaşması qaydasıdır. Ara qədər olan hissə bizim mübtədamızdır. Orada söz önü var deyə, yəni fora qədər baxırıq. Apple slices cəmdir, xəbər cəmdədir deyə elə A bəndi doğrudur. Neyzə nor ifadəsində nordan sonra gələn ismə baxırıq. Mary təkdədir deyə gets olmalıdır. Yəni Mary'ni biz şəxs əvəzinə dəyişəndə she olur və she verəndə də cümlənin mübtədası she olanda da feilin sonunda s olmalıdır indiki zamanda. Sonra yenə də burada of-a qədər baxacaq. Cause təkdədir deyə ar yox iz olmalıdır. All həmişə isminə görə veririk xəbəri. All water, water təkdədir deyə burada da yenə də dadısı water salmayan isimdir, həm də xəbəri burada ar yox iz olmalıydı. The dresses my mom bought for me. Anamın mənim üçün aldığı donlar cəmdir deyə burada doesn't yox don't olmalıydı. 19-cu sualda yiyəlik halı soruşur. Apostrof s-dən sonra eddi feil gəlib deyə olmaz. Apostrof s-dən sonra isim gəlib olar. Burada da apostrof s-dən sonra isim gəlib yenə də olar. 4-də isə səhvimiz odur ki, e artiklı varsa gələk burada apostrof sonra s olaydı. Yəni week sözü təkdə olaydı. Cavab olur 2-3. Sonra deməli burada 20-ci suala belə baxaq. 20-ci sualda books cansızdır deyə, boşluqdan əvvəl cansız gəldiyi üçün biz ya which götürərdik ya z götürərdik. Who canlıya aiddir deyə olmaz. Ümumiyyətcə boşluqdan əvvəl isim varsa orada biz what heç vaxt götürə bilmirik. Cavab olur 2 ilə 4. Və belə bir qayda demişdik ki, əgər bu boşluqdan sonra ayrıca bir mübtəda və xəbər gələrsə, biz burada elə boşluq variantının özünü götürə bilirdik. Yəni orada heç bir nisbə vəzlik vermirdik. Bu da həmin qaydadır. Ayrıca mübtəda və xəbəri gəldiyinə görə, yəni burada artıq bu boşluq olan hissəmizdə heç bir nisbə vəzlik qaydası işləmir. Buna görə cavab olur 2-4, yəni D bəndi. Sonra 21-ci sualda 21-ci sual modal qaydasıdır. Hasn't to deyə bir şey yoxdur. Have var sözündən sonra to olmalıydı. Cavab olur 1 və 2, yəni A bəndi. Sonra deməli, baxaq burada nədir səhv? Did olan yerdə stay. Sual cümləsində köməkçi ilə feil bir-birindən ayrılmalıdır. 4-də isə didlə sual vermişiksə axırdakı et düşməlidir. Normalda sual cümləsinin quruluşu belə idi. VH, how, üstə gələk, köməkçi, üstə gələk mübtəda və xəbər. Daha sonra isə ikinci dərəcəli üzvlər gəlirdi. İndi baxsaq birinci cümlədə köməkçimiz yoxdur. Normalda biz köməkçi istəyirik. Köməkçi yoxdur, amma burada how many visitors bu cümlənin mübtədasıdır və cümlənin mübtədasına əgər sual veririksə, özündən sonra birbaşa xəbər gələ bilər. Artıq yəni biz orada köməkçiyə gərək duymuruq. Ona görə burada birbaşa feilimiz, yəni xəbərimiz gəlibdir. 2-də isə sual sözüdür, köməkçidir, mübtədadır və xəbərdir. Cavab olur 1-2, yəni C bəndi. Sonra gəldik mətnimizə, mətni tərcümə eləyək. Fatimə ilham verici bir ekoloqdur. O dünyaya gəlib, Somalidə dünyaya gəlib və böyüyüb. Somali Afrikanın şərq sahilində bir ölkədir. Deməli, orta məktəbdə oxuyarkən o Amerikaya köç edibdir. O orada oxuyub və Amerika vətəndaşı olub. 1990-cı ilin əvvəllərində deməli o Somaliya getdi. O gördü ki, çox insanlar, Somalili insanlar çoxlu ağacları kəsirlər. Onlar yandırırlar bu ağacları ki, kömür əldə etsinlər, kömür hazırlasınlar. Kömür yanacaq növüdür. Çox insanlar və bizneslər istifadə edirlər onu. Somalilər satırlar kömürü dünyanın digər hissələrinə.
Sonra kömür biznesi Somalinin ətraf mühitinə zərər verirdi. Heyvanlar öz yaşayış yerlərini itirirdilər. Torpaq çox quraq olurdu. Çünki artıq deyir ağaclar yox idi ki, torpaqdakı suyu hold saxlasın. Somalidə çox belə güclü pis bir quraqlıq olurdu. Cibril hərəkətə keçdi. O bir təşkilat yarandı, hansı ki indi o ADESO adlanır. Bu qrup Somali insanlarına kömür hazırlamağın təhlükəsi ilə bağlı məlumat verdi. O həmçinin öyrədirdi qrupa başlamağa, hansı ki Somalilərə günəş sobaları verirdi. Bu günəş sobaları istifadə edirdi günəş enerjisinə yemək pişirmək üçün. Bu icmalar indi ehtiyac duymurlar daha kömür və bişirmək üçün odunların istifadəsinə ehtiyac duymurlar. Sonra Cibril və ADESO həmçinin deməli Somali hökumətinə qarşı kömür ticarətini dayandırmağı şövq edirdi, təşviq edirdi. 2012-ci ildə Somali hökuməti bununla razılaşır. Cibril və insanlar, ADESO-dakı insanlar hələ də Somalidəki çox kəndlərə səfər edirlər. Onlar öyrədirlər Somali icmalarını necə suya, quraqlıq dövründə suya necə qənaət etməli olduqlarını. Onlar həmçinin insanları how they can help Somalinin ətraf mühitini qorumaq üçün, xilas etmək üçün necə kömək edə biləcəklərinə də öyrədirlər. Deməli, 23-cü sual, mətnimiz nə haqqındadır deyir bizə. Burada cavab olur, deməli, inspiring, ilham verici bir ekoloq haqqındadır. Həqiqətən də Fatimə haqqında danışırdı. 24-cü sualda deyir ki, nə üçün Cibril və ADESO-dakı insanlar hələ də Somalidəki çox ölkələrə səfər edirlər. Deməli, çünki burada həmin hissə var ki, onlar hələ də səfər edirlər, çünki onlar Somali komitələrinə, məsələn, quraqlıq olanda necə sudan istifadə etmək lazımdır və yaxud da ətraf mühiti qorumaq üçün nələr etmək lazımdır, onları öyrətmək üçün kömək edirdilər. Burada cavabımız, deməli, A bəndinə baxaq, insanlara kömür biznesini yaratmağı, necə yaratmalı olduqlarını, xeyr, A bəndi deyil, Somali əhalisinə necə suya qənaət etməli olduğunu öyrədirdi. Elə cavab olur B bəndi. Sonra 25-ci sualda doğru variantı istəyir bizdən. Deməli, 1990-cı ilin əvvəllərində Cibril Back to Spain, İspaniyaya qayıtdı, amma mətnimizdə 1900-cü ildə nə deyir? Somaliya qayıtdığını deyir. Ona görə A bəndi səhv olur. Sonra B bəndində o gördü ki, çox insanlar planting down a lot of trees, yəni çoxlu ağac əkirlər. Əksinə burada nə deyirdi? Çoxlu ağacları cut down, yəni kəsdiklərini görür. Ona görə B bəndi də səhvdir. C-də deyir ki, şirkətin əsasını qoyur, hansı ki bugün ADESO kimi tanınır. Elə cavab olur C bəndi. Sonra 26-cı sualda torpaq çox quraq idi. Nəyə görə? Deməli, A bəndində deyir ki, demək olar ki, heç ağaclar yox idi ki, kömək etsin yer kürəsi suyu saxlamağa. Elə cavab olacaq A bəndi ki, burada mətndə deyirdi, axı bircə dəqiqə görüm hansı hissədə idi o. Aha. Deməli, burada deyirdi ki, torpaq çox quraq olurdu, çünki ağaclar yox idi ki, torpaqda su saxlasınlar. Elə cavab olur A bəndi. Sonra 27-ci sualda, deməli 27-ci sualda bizə nə deyir? 27-ci sualda ətraf mühit problemlərinə gənclər necə təsir edə bilərlər? Bununla bağlı kiçik mətn hazırlamışam, ona baxaq. Gənc insanlar kömək edə bilərlər ki, ətraf mühiti çox sadə yollarla qorusunlar. Onlar suya qənaət edə bilərlər.
plastiklərdən daha az istifadə edə bilərlər, ağaclar əkə bilərlər və digərlərinə ətraf mühit problemləri haqqında deyə bilərlər. Nəticə olaraq əgər gənc insanlar məsuliyyətli hərəkət etsələr, onlar planeti daha təmiz və hər kəs üçün daha yaxşı edə bilərlər. 28-ci sualda ardını tamamlamaqdır cümlənin və ən azından 2 sözü də dəyişməliyik. Orada solar cooker, günəş sobaları, görək harda bu haqda məlumat var. Deməli, burada var ki, bu günəş sobaları günəş enerjisindən yemək bişirmək üçün istifadə edirdilər. İndi bunu nə ilə dəyişə bilərik? Məsəl üçün, günəş enerjisini solar power eləmək olar. To cook, yemək bişirməkdə yemək hazırlamaq kimi verə bilərsiniz. Yəni, to make food or make a meal məsələn, bu cür şəkildə verə bilərsiniz. Sonra gəldi 29-cu sualda. 29-cu sualda motivating sözünün paragraf 1-də mənası var deyir. Motivating yəni motivasiya vermək, həvəsləndirmək. Paragraf 1-də elə ən başda inspiring, ilham verici sözü onun sinonimidir. 30-cu sualda isə 30-cu sualın cavabı deməli 4-cü paragrafda olacaq. Deyir ki, cəhd edirsən, nə isə etməyə və yaxud da əldə etmək üçün cəhd etmək. Bunun cavabı burada olacaq push sözü, yəni təşviq etmək sözü.